20 yanvar faciəsi qəhrəmanlıq salnaməsi olmaqla yanaşı silahsız insanların qorxmadan şərəf və ləyaqətlə azadlıq uğrunda mübarizə apardığı tarixi gündür. İnsan hüquqları üzrə müvəkkil Səbinə Əliyevanın 20 yanvar faciəsinin 35-ci il dönümü ilə əlaqədar yaydığı bəyanatda bu barədə bildirilib. Bəyanatda insanlıq əleyhinə törədilən cinayətə görə beynəlxalq təşkilatlar və dünya ictimaiyyəti ədalətli mövqe nümayiş etdirməyə çağırılıb. Beynəlxalq təşkilatların və dünya ictimaiyyətinin həmin dövrdə bu hadisənin törədilməsini qınamaması, daha sonra ermənilər tərəfindən torpaqlarımızın işğal olunmasına və xalqımıza qarşı soyqırımı aktlarının törədilməsinə rəvac vermişdir. Beynəlxalq cinayətlərin ən ağır növlərindən biri olan insanlıq əleyhinə cinayət kimi 20 yanvar hadisələrinin tövsif edilməsini və bu cinayətləri törətmiş hərbi qulluqçularla yanaşı, onların icrasına əmr verən şəxslərin də cinayət məsuliyyətinə cəlb olunmasını təmin etmək üçün beynəlxalq təşkilatları və dünya ictimaiyyətini ədalətli mövqe nümayiş etdirməyə çağırıram.